Salam dəyərli həmkarlarım. Mən Dəmirova Nigar, məktəbəqədər təhsil üzrə təlimçinizəm. Bugün də yeni bir mövzu ilə qarşınızdayım. Çalışacağam ki, sadə, hamımızın başa düşdüyümüz bir tərzdə, nümunələrlə, sadə izahlarla bugünkü mövzunu öz aramızda izah edək. İnanıram ki, videonun sonunda buna da nail ola biləcəm. Yəni, hamımıza çətin gələn, bəzən çox müəllimlərin qorxduğu bir mövzu haqqında danışacağım bugün. Bu mövzumuz bizim Bloom taksonomiyasıdır və mən inanıram ki, videonun sonunda Bloom taksonomiyasının o qədər də çətin, qorxulu olmadığını özünüz görəcəksiniz. Əksinə sadə və maraqlı bir mövzudur. Bloom taksonomiyası hamımızı maraqlandırır. Bloom kimdir? Bloom kimin adı ilə bağlıdır? Bloom ümumiyyətlə nə deməkdir? Niyə Bloom? Bəli, Bloom bir şəxsiyyətin adı ilə bağlıdır. 1956-cı ildə Amerikalı psixoloq Benjamin Bloom'un adı ilə bağlıdır. Benjamin Bloom Amerikalı bir psixoloqdur. O 1956-cı ildə bu taksonomiyanı yaratmışdır. Bu taksonomiyanı onun yaradıcısı olan Benjamin Bloom'un adı ilə bağlı qoyublar. Yəni, onun soyadını məhz bu taksonomiyanın adına qoyublar. Ona görə də bu adlanır Bloom taksonomiyası. Bloom taksonomiyası müəllimələr testlərdə bizim qarşımıza idrak taksonomiyası kimi də çıxa bilər. Amma idrak taksonomiyası və Bloom taksonomiyası eyni bir taksonomiyadır. Sadəcə olaraq adlarını fərqli görə bilərsiniz. Yəni, özünüzü çaşdırmayın. Bloom taksonomiyası niyə idrak taksonomiyası adlanır? Bax, ona da toxunacağım. Bloom taksonomiyasının tərkibində olan gördüyünüz bu səviyyələr hamısı bizim idrakımız, təfəkkürümüz, beynimizlə birbaşa bağlıdır. Ona görə də idrak taksonomiyası adlanır. İdrak taksonomiyası tərkibində olan xatırlama, anlama, tətbiq etmə, təhlil etmə, dəyərləndirmə, yaratma səviyyələrini biz öyrənəndə bizim nə olur? Təfəkkürümüz işə düşür, təfəkkürümüzə yük düşür, təfəkkürümüzə güc düşür. Biz nə edirik? Beynimizin fəaliyyətini işə salırıq. Təfəkkürümüzü, idrakımızı işə salırıq. Məhz ona görə də Bloom taksonomiyası idrak taksonomiyası olaraq da adlanır. Tarixə keçib. Gəlin indi baxaq Bloom taksonomiyasının tərkibində olan səviyyələrə. Bilirsiniz ki, Bloom taksonomiyası səviyyələrdən ibarətdir. Bloom taksonomiyasının 6 səviyyəsi var. Təsəvvür edin müəllimələr, sadə bir nümunə verəcəm. Təsəvvür edin ki, sizin bir pilləkəniniz var. Bu pilləkəniniz 6 pillədən ibarətdir. Bu pillənin hər birində Bloom taksonomiyasının bir səviyyəsinin adı var. Baxın, burada sizin üçün çəkmişəm. Birinci pillə, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı pillə. Baxaq, birinci pillədə nə var? Xatırlama, ikinci pillədə anlama, üçüncü pillədə tətbiq etmə, dördüncü pillədə təhlil etmə, beşinci pillədə dəyərləndirmə, altıncı pillədə isə bizim pik, zirvə pilləmiz, zirvə səviyyəmiz yaratma. Baxın, bunlar necə düzülüb, müəllimələr? Pillə-pillə, mərhələ-mərhələlər, sadədən çətinə, sadədən mürəkkəbə, aşağıdan yuxarı olaraq bizim səviyyələrimiz mərhələ-mərhələ, pillə-pillə düzülüb. Neynəmək lazımdır? Siz birinci pilləyə ayağınızı qoymadan üçüncü pilləyə gedə bilərsinizmi? Əlbəttə gedə bilmərsiniz. Üçüncü pilləyə ayağınızı qoymadan ən sonuncu 6-cı pilləmizə çata bilərsinizmi? Xeyr, çata bilmərsiniz. Ona görə nə etmək lazımdır? Bu pillələri aşağıdan yuxarıya oxumaq lazımdır, öyrənmək lazımdır. Sadədən mürəkkəbə doğru getmək lazımdır. Biz sadəni öyrənməmiş mürəkkəbə çata bilərikmi? Əlbəttə çata bilmərik. Biz asanı öyrənməmiş çətinə çata bilərikmi? Əlbəttə çata bilmərik. Məhz ona görə də biz pillələri mərhələ-mərhələ öyrənməliyik, müəllimələr. Bizim səviyyələrimiz iki yerə bölünür idrak səviyyəsi olaraq. Necə? Aşağı idrak səviyyəsi və yuxarı idrak səviyyəsi. Yadınızda qalsın. Sizdə testlərdə, ümumiyyətlə gündəlik fəaliyyətinizdə, testlərdə soruşsalar ki, aşağı idrak səviyyələri, Bloom taksonomiyasında aşağı idrak səviyyələri hansılardır? Heç düşünmədən bunu gözünüzün önünə gətirəcəksiniz, müəllimələr. Bizim aşağı idrak səviyyələrimiz xatırlama, anlama və tətbiq etmədir. Yuxarı idrak səviyyələrimiz təhlil etmə, dəyərləndirmə və yaratmadır. Nəyə görə aşağı idrak səviyyəsi və yuxarı idrak səviyyəsi olaraq iki yerə bölünüb bu səviyyələr?
Niyə? Çünki aşağı idrak səviyyəsində, yəni xatırlama, anlama, tətbiq etmə səviyyələrində uşağın idrakına, beyninə çox yük düşmür. Burada uşaq nə edir? Xatırlayır, anlayır, izah edir və praktikaya çevirir, tətbiq edir. Yəni uşağın idrakına çox yük düşmür. Amma yuxarı inkişaf səviyyəsində, yuxarı idrak səviyyəsində təhlil edir, dəyərləndirir, yaradır. Nə edir? Uşağın idrakına, uşağın beyninə daha çox yük düşür. Artıq burada uşaq nə edir? Uşaq aşağı idrak səviyyəsində yadına salıb, xatırlayıb, izah verib, tətbiq eləyirdisə, artıq nə edir? Yuxarı idrak səviyyəsində nə edir? Səbəb-nəticə əlaqələrini qurur, fikir formalaşdırır, dizayn edir, ixtira edir. Nə edir? Əlaqə, seçmə, araşdırma, müqayisə, analiz hamısı nədədir? Yuxarı idrak səviyyəsində. Məhz biz, müəllimələr, ona baxın. Yuxarı idrak səviyyəsini, aşağı idrak səviyyəsini öyrənmədən yuxarı idrak səviyyəsinə nail ola bilərikmi? Əlbəttə ola bilmərik. Biz ən birinci asanı öyrənməliyik, sonra yuxarını, çətini öyrənməliyik. Yəni uşaq adını söyləməli, izah verməli, praktikaya çevirib tətbiq edə bilməlidir ki, uşaq bunlara yiyələnməlidir ki, bunları da edə bilsin, bunları da bacarsın. Uşaq təhlili, dəyərləndirməni, yaratmanı nəyin səviyyəsində əldə edir, nəyin səviyyəsində bacarır? Məhz xatırlamanın, anlamanın, tətbiq etmənin səviyyəsində bacarır. Yadınızda qalsın müəllimələr. 2 yerə bölünür. Aşağı idrak səviyyəsi, yuxarı idrak səviyyəsi. Aşağı idrak səviyyəsi xatırlama, anlama, tətbiq etmə. Yuxarı idrak səviyyəsi təhlil etmə, dəyərləndirmə və yaratma. Gördüyünüz kimi bütün səviyyələrin burada açar sözlərini yazmışam. Hazırladığım PDF-də də qruplara göndərəcəm. Nümunələrlə, geniş açar sözlərlə, izahlarla məhz PDF-dən də oxuya bilərsiniz, dəftərinizə qeyd edə bilərsiniz. İndi başlayaq. Birinci bizim asan, ən asan səviyyəmizdir. Başlanğıc səviyyəmizdir deyək, asan səviyyəmizdir deyək. Birinci mərhələmiz, birinci pilləmiz deyək. Nədir? Xatırlama. Xatırlama nədir? Xatırlama nədir? Xatırlama adından da məlum olduğu kimi. Xatırlama. Xatırlama səviyyəsi bəzən sizdə testlərdə yada salma, yadda saxlama kimi də qarşınıza çıxa bilər. Yada salma, idrak taksonomiyasının səviyyələrindən biri yada salma kimi qarşınıza çıxsa, bilin ki, bu xatırlama səviyyəsidir. Xatırlama səviyyə bizim ən aşağı, ən sadə, ən asan, ən birinci, ən başlanğıc səviyyəmiz olan bir səviyyədir. Xatırlama səviyyəsində uşaqlar nə edir? Açar sözlərinə baxaq, müəllimələr. Yada salır, adlandırır, sadalayır, sonra təkrarlayır, söyləyir, adını deyir. Baxın, mən bağçadan, elə uşaqlardan nümunə gətirəcəm sizə. Müəllimə, tərbiyəçi müəllimə, uşağı gəzintiyə çıxıblar, çoxlu meyvə ağacları var. Müəllimə ağacın birinə yaxınlaşır, orada olan meyvənin birini uşağa göstərir, deyir ki, bu nədir? Əgər uşaq ona cavab verə bilirsə, deməli bu xatırlama səviyyəsindədir. Uşaq deyir ki, müəllimə, bu almadır. Artıq uşaq neynədir? Xatırladı. Yəni bildiyi bir şeyi xatırladı. Uşaq onsuz da onun alma olduğunu bilirdi. Çünki əvvəldən uşaq onun alma olduğunu bilirdi. Sadəcə biz onu növbəti dəfə soruşanda uşaq neynədir? Hafizəsini işə saldı müəllimələr. Hafizəsini işə salaraq, yadına salaraq, xatırlayaraq neynədir? Bildiyi bir şeyi bizə geri qaytardı və onun adını söylədi. Nə? Uşaq xatırlama səviyyəsində nə sualına cavab tapırsa, hansı sualına cavab tapırsa, kim sualına, hara sualına cavab tapırsa, deməli o hansı mərhələdədir, hansı səviyyədədir? Xatırlama səviyyəsində. Uşaq almanın, meyvəni görür, onun alma olduğunu deyir. Onun adını neyinir? Söylüyür. Burada var açar sözümüzdə təkrarlama. Təkrarlama nədir? Uşaq onun alma olduğunu bilirdi. Sadəcə onu biz soruşanda təkrar olaraq yadına salır, xatırlayır, onu bizə təkrarlayır. Məhz ona görə də açar sözləri var, xatırlama. Sadalama, uşaq sadalayır, söyləyir, adlandırır, yada salır. Bu nədir? Bu xatırlama, yada salma səviyyəsidir. Xatırlama səviyyəsini biz bilmədən anlama səviyyəsini bilə bilmərik. Ona görə birinci biz uşağa nə edirik? Birinci biz uşağa kim, nə, hara sualına cavabını tapmağı öyrədirik. Onun kimliyini, onun nə olduğunu, onun hara olduğunu,
uşağa öyrədirik, ondan sonra nə edirik? Uşaqdan izah tələb edirik. Uşaqdan ona görə, öyrətdiklərimizə görə nümunə tələb edirik, izah tələb edirik, öz sözlərinə görə danışmasını tələb edirik. Bəli, bu nə olur? Anlama olur. Bizim ikinci səviyyəmiz aşağı idrak səviyyəsindən biri olan anlama səviyyəsidir. Anlama səviyyəsi nədir? İzah etmədir, təsvir etmədir, göstərmədir, öz sözləri ilə danışmadır, nümunələr gətirmədir. Bu anlamadır. Baxın, anlamaya nümunə olaraq gətirəm. Burada uşaq xatırlanma səviyyəsində neynədir? Meyvənin adını söylədi. Dedi ki, meyvənin adı almadır. Amma anlama səviyyəsində neynir? Artıq neynir? Almanın nümunələr əsasında almanın əlamətlərini söyləyir. Öz sözləri ilə izah edir. Alma şirindir, alma qırmızıdır, alma ağacda yerləşir, alma qırmızı da ola bilər, yaşıl da ola bilər, alma turşu olur, şirin də olur. Uşaqlar hamısı almanı sevir. Neynir? Alma haqqında nümunə gətirir. Alma haqqında bildiklərini öz sözləri ilə neynir müəllimə? İzah edir. Bu olur anlama. Yəni uşaq artıq anlayıb və anladıqlarını izah edir. Uşaq anlamasa izah edə bilməz. Onu bilin müəllimə. Uşaq nəyisə anlamasa, təbii ki, onu izah edə bilməz. Uşaq almanın necə olduğunu, almanın harda olduğunu, harda yetişdiyini, uşaq almanın əlamətlərini bilməsə, anlamasa daha doğrusu onu necə izah edə bilər? İlk öncə uşaq nə etməlidir? Anlamalıdır. Anladığı bir şeydə uşaq nə edir? Rahat, sərbəst şəkildə, çətinlik çəkmədən izah edir. Baxın, xatırlama səviyyəsində neynədir? Almanın adını, meyvənin adını dedi, almadır. Amma anlama səviyyəsində neynədir? Artıq onun əlamətlərini neynədir? İzah etdi. Bu da aşağı idrak səviyyəsinə aiddir, anlama. Bizim üçüncü aşağı idrak səviyyəmizə aiddir tətbiq etmə. Tətbiq etmə adından da məlum olduğu kimi uşaq neynir? Tətbiq edir. Baxın, birinci mərhələdə meyvənin adını deyir, almadır. İkinci mərhələdə həmin almanın nümunələrini verir. Öz sözləri ilə başlayır müəlliməyə izah etməyə. Üçüncü mərhələdə neynir? Onu artıq tətbiq etməlidir. Almanı uşaq necə tətbiq edə bilər müəllimələr? Almadan salat hazırlaya bilər. Almanın salatını hazırlayaraq uşaq artıq neynədir? Tətbiq elədi də. Uşaq birinci neynədir? Adını bildi. Sonra əlamətlərini bildi. Onu öz sözləri ilə izah etdi. Sonra isə onu tətbiq etdi. Tətbiq etmənin açar sözləri nədir? Yerinə yetirmə, icra etmə, hazırlama, istifadə etmə, tətbiq etmə və praktikadır. Baxın müəllimə, nədir? Praktikadır. Almanın adını bilir, meyvənin adını bilir. Onun əlamətlərini izah edir və nə edir? Bildiyini, xatırladığını, anladığını praktikaya çevirir. Nə edir? Tətbiq edir, icra edir, yerinə yetirir və praktikaya çevirir. Nə edir? Başlayır onu tətbiq edir. Bu öz əlləri ilə onu artıq tətbiq edir. Bu tətbiq etmə mərhələsi də nədir? Yerinə yetirmədir, icra etmədir, hazırlamadır, istifadə etmədir və praktika mərhələsidir. Bunlar üçü oldu bizim aşağı idrak səviyyəmiz. Burada uşaq sadəcə neynədir? Xatırladı, sadəcə anladı, izah etdi və tətbiq etdi. Yəni burada uşağın idrakına çox yük düşmür müəllimələr. Bizim əsas yükümüz olacaq təhlil etmədə, dəyərləndirmədə və yaratmada. Biz aşağı idrak səviyyəsini öyrənmədən yuxarı idrak səviyyəsini öyrənə bilmərik. Yenə də deyirəm, mütləqdir ki, çətini bilmək üçün asanı bilmək lazımdır. Yuxarı çıxmaq üçün aşağıdan çıxmaq lazımdır. Yenə də deyirəm, məhz bu varislik prinsipi ilə sadədən mürəkkəbə doğru, asandan çətinə doğru, yuxarıdan aşağı doğru bu pillələrimiz bizim burada gördüyünüz kimi ardıcıl, mərhələ şəkildə düzülüblər. Məhz aşağı idrak səviyyələrini dedik, aşağı idrak səviyyələri oldu xatırlama, anlama, tətbiq etmə. Baxaq yuxarı idrak səviyyələri. Yuxarı idrak səviyyələrinə də bizim 3 səviyyəmiz daxildir. Təhlil etmə, dəyərləndirmə və yaratma. Uşağa əsas iş düşür məhz bu idrak səviyyələrində, yəni yuxarı idrak səviyyələrində. Baxaq tətbiq etmə səviyyəsindən sonra gəlir təhlil etmə səviyyəsi. Təhlil etmə səviyyəsi nədir? Təhlil etmə səviyyəsinin baxaq açar sözlərinə. Əlaqə, seçmə, araşdırma, müqayisə, analiz, qruplaşdırma. Əgər uşaq burada neynədir? Birinci mərhələdə meyvənin adını bildi, ikinci mərhələdə izah etdi, üçüncü mərhələdə almadan istifadə edərək almanı praktikaya çevirdi, tətbiq etdi, amma dördüncü mərhələmizdə neynir?
onu təhlil edir. Necə təhlil edir? Bir almanı götürür, almanı belə deyək də hissələrə bölür. Alma nədən ibarətdir? Uşaq deyir, almanın qabığı var, alma qabıqdan ibarətdir. Almanın pərdəsi var, alma pərdədən ibarətdir. Almanın içində tumları var. Əgər uşaq almanı hissələrə bölə bilirsə, hissələrə bölüb onu analiz edirsə, yəni bütöv bir almanı hissələrə bölərək onu analiz edir. Analiz etmək üçün nə etmək lazımdır? Onu hissələrə bölmək lazımdır. Müqayisə eləmək lazımdır. Qruplaşdırmaq lazımdır. Uşaq bəli, almanı hissələrə bölür. Deyir, almanın qabığı var, almanın pərdəsi var, almanın içində tumları var. Bu nədir? Bu təhlil etmədir. Belə də ola bilər. Uşaq 2 meyvə götürə bilər. Fikirləşər, deyər ki, heyvanın bölər, analiz edər, araşdırar və müqayisə aparar. Necə müqayisə aparar? Baxın, müqayisə var burada, araşdırma var. Bizim açar sözümüzdə müqayisə var. Müqayisə sizi çaşdırmasın. Müqayisə nədir? Burada mən bir meyvəni deyirəm, almanı deyirəm. Siz düşünərsiniz ki, burada axı müqayisə eləyəcəyi növbəti meyvə yoxdur. Var müəllimələr. Uşaq almanın tumu ilə heyvanın tumunu araşdırırsa, için açıb baxırsa, fikirləşirsə ki, niyə almanın tumu balacadır, amma heyvanın tumu niyə böyükdür? Uşaq neynədir? 2 meyvəni analiz elədi, hissələrə ayırdı. Neynədir? Onun tumlarını müqayisə elədi. Bu nədir? Təhlildir. Təhlil etmək nədir? Əlaqə, seçmə, araşdırma, müqayisə etmək, təhlil etmək, analiz etmək, qruplaşdırmaq. Bunlar hamısı aiddir təhlil etməyə. Yəqin ki, mən elə düşünürəm ki, sadə dildə izah edirəm. Mən elə fikirləşirəm ki, hamınız müəllimələr mənim nə demək istədiyimi bu nümunələr əsasında bilirəm ki, başa düşürsünüz. Yəni, bunu başa düşməmək mənə elə gəlir ki, olmaz. Təhlil etmə nə oldu? Təhlil etmə, tətbiq etmədən sonra gəldi. Nə edir? Uşaq almanı təhlil edir. Necə təhlil edir? Bütöv bir almanı hissələrə ayıraraq, onun pərdədən, tumdan və qabıqdan ibarət olduğunu nə edir? Analiz edir, təhlil edir. Müqayisəyə qaldıqda isə yenə də deyirəm, 2 meyvə arasında uşaq analiz etdikdən sonra, onu hissələrə ayırdıqdan sonra müqayisə aparırsa, bu nə olur? Bu yenə də təhlil etmə olur. Təhlil etmə aiddir yuxarı idrak səviyyəsinə. Baxın, sonra gəlir bizim 5-ci səviyyəmiz dəyərləndirmə. Dəyərləndirmə nədir? Səbəb-nəticə əlaqələrini qurmaqdır. Qərar vermədir, fikir mübadiləsidir, qiymətləndirmədir. Yəni, alma, uşaqları mən əvvəlindən də, aşağı səviyyədən də misal olaraq almanı çəkdim deyənə, bu 2 səviyyədə də məhz almanı nümunə olaraq gətirəcəm. Çünki istəyirəm ki, bu aşağıdan yuxarıya, sadədən mürəkkəbə, asandan çətinə doğru çəkdiyim almanı belə aparım. Yəni, burada nümunəni dəyişmək istəmirəm. Yaratmada hər dəqiqə nümunə dəyişmək istəmirəm. Bir nümunə əsasında bütün səviyyələri sizə sadə dildə izah etməyə çalışıram. Baxın, dəyərləndirmədə də istifadə edək yenə almadan. Bir neçə alma meyvələr qoyulub masanın üzərinə. Alma var, heyva var, nar var, armud var. Əgər uşaq bir neçə meyvənin arasından almanı seçirsə, bəs niyə seçdiyini? Almanı seçmək dəyərləndirmə deyil. Baxın, müəllimələr, bir neçə meyvə arasından bir meyvəni seçmək dəyərləndirmə deyil. Amma o meyvəni nəyə görə seçdiyini əsaslandırırsa, danışırsa, deyirsə, bu artıq dəyərləndirmədir. Uşaq bir neçə meyvə arasından almanı seçir. Niyə seçir? Müəllimə soruşur ki, niyə məhz alma, niyə başqa meyvələr deyil? O deyə bilər, almanı mən daha çox sevirəm, almanın rəngi mənim daha çox xoşuma gəlir, alma daha dadlı olur, alma o birisi meyvələrdən şirin olur, almanı mən daha çox sevirəm. Burada uşaq artıq neynir? Seçdiyi meyvəni neynir? Qiymətləndirir, neynir? Fikir mübadiləsi aparır. Niyə seçdiyini əsaslandırır. Səbəb-nəticə əlaqələri quraraq müəllimə deyir, yəni səbəb gətirir də. Seçdiyi almanı, bir neçə meyvənin içindən seçdiyi meyvə alma olarsa, onun niyəsini, onu niyə seçib, onun səbəbini müəlliməyə gətirir. Onun niyəsini müəlliməyə deyə bilirsə, bu artıq dəyərləndirmədir. Seçdiyi almanın niyə seçdiyini müəlliməyə deyə bilirsə, artıq uşaq dəyərləndirmə səviyyəsindədir. Yəni, uşaq artıq yuxarı inkişaf səviyyəsindədir. Uşaq artıq pik nöqtəsinə doğru gedir. Uşaq artıq dəyərləndirə bilir.
Öz seçimini uşaq dəyərləndirir. Öz seçimini əsaslandırır. Bu da nədədir? Dəyərləndirmədədir. Bir uşaq öz seçimini dəyərləndirə, əsaslandıra bilirsə, artıq bu dəyərləndirmə səviyyəsindədir. Və bizim pik nöqtəmiz, zirvə səviyyəmiz yaratmadır. Yəni sonuncu, Bloom taksonomiyasının sonuncu səviyyəsi yaratmadır. Yaratmada nə var müəllimələr? Ən asan səviyyə mənə elə gəlir ki, yaratmadır. Yaratma nədir? İxtiradır, yeni fikirdir, qurmadır, dizayn etmədir. Nədir? Baxın, olmayan bir şeyi yoxdan var edərək uşaq yaradırsa, bilin ki, bu yaratmadır. Heç yerdə yoxdur, heç bir kitabda yazılmayıb, ümumiyyətlə dünyada, həyatda elə bir şey yoxdur. Uşaq neynir? Öz təxəyyülündən istifadə edərək yeni bir şey yaradır. O yaratdığı bir şey uşağın öz təxəyyülünün məhsuludur. Uşağın öz təxəyyülünün məhsulu hardadır? Yaratma səviyyəsindədir. Bu, o uşağa aiddir. Bu, o uşağın yeni ixtirasıdır. Bu, o uşaq bunu öz təxəyyülündən istifadə edərək yaradıb. Bu, heç harda yoxdur. Bu, heç harda yazılmayıb. Bunu heç kim görməyib. Sadəcə olaraq uşaq bunu öz təxəyyülündən istifadə edərək yaratmağa çalışır. Bu hansıdır? Uşaq nəyisə öz təxəyyülündən istifadə edərək yarada bilirsə, ixtira eləyə bilirsə, icad edə bilirsə, düşünə bilirsə, düşünərək yarada bilirsə, bu nədir? Yaratma. Uşaq artıq hardadır? Ən yüksək səviyyədədir. Yaratma səviyyəsində. Yəni pik nöqtəsindədir. Yəni uşaq hardan gəldi? Asandan gəldi çətinə. Sadədən gəldi mürəkkəbə. Aşağıdan gəldi hara? Yuxarı. Necə gəldi? Aşağını öyrənə, pillə, addım, mərhələ, hara gəldi çıxdı? Yaratma səviyyəsinə gəldi çıxdı. Yaratma səviyyəsi uşağın idrakının, təfəkkürünün işlədiyi ən yüksək səviyyədir. Uşaq burada almaları nümunə gətirmişdim bütün səviyyələrdə. Yaratma səviyyəsində də alma nümunə gətirəcəm. Uşaq artıq burada neyinir? Alma var. Alma hamının bildiyi, hamımızın gördüyü, artıq bu dünyada var olan bir şeydir. Amma uşaq yaratmada neyinir? Yox olan bir şeyi var etməyə çalışır. Öz təxəyyülündən istifadə edərək, özü istədiyi kimi, özü bildiyi kimi uşaq onu yaratmağa çalışır. Uşaq fikirləşə bilər ki, öz təxəyyülündə canlandıra bilər. Mən elə bir alma yaratmaq istəyirəm ki, mən istəyirəm ki, dünyada elə bir alma olsun ki, o almadan heç harda olmasın. Göy qurşağı kimi olsun. O almanın rəngi bir rəngdən ibarət olmasın. Qırmızı olmasın, sarı olmasın, yaşıl olmasın. O almanın rəngi göy qurşağı kimi bütün rənglər onun üzərində olsun. Bir almanın üzərində bir neçə rəng olsun. Qırmızı olsun, sarı olsun, yaşıl olsun, mavi olsun, narıncı olsun, çəhrayı olsun. Hər rəng bir almanın üzərində cəmlənsin. Alma zolaqlı şəkildə olsun, hər zolağında bir rəng olsun, almanın içində tum olmasın, alma çox böyük olmasın, alma biraz balaca olsun ki, hər uşaq onu dişləyib yeyə bilsin. Yəni bizim onu doğrayıb verməyimizə uşağa ehtiyac qalmasın. Bildiniz müəllimələr, uşaq neynədir? Yox olan bir şeyi var elədi. Neynədir? Öz təxəyyülündən istifadə edərək yeni bir alma növü, yeni bir formada, rəngdə, dadda, tumsuz bir alma yaratmağa çalışdı. Uşaq artıq burada neynədi? Yaratdı, ixtira elədi, formalaşdırdı, forma qurdu, dizayn etdi, fikir bildirdi, yeni fikir daha doğrusu. Biri var fikir bildirdi, bir də var yeni fikir. Uşaq burada artıq heç kimin görmədiyi, olmayan bir şeyi yaratdı, almanı yaratdı. Nədən istifadə elədi? Öz təxəyyülündən, idrakından istifadə edərək yaratdı. Niyə idrak deyirəm müəllimələr? Çünki ən çox idraka yük düşən səviyyə yaratma səviyyəsidir, dəyərləndirmə səviyyəsidir, təhlil etmə səviyyəsidir. Tətbiq etmə, anlama, xatırlama səviyyəsində isə uşağın üzərinə, beyninə, təfəkkürünə, idrakına çox yük düşmür. Bildiniz müəllimələr, neynədik biz burada? Biz burada idrak taksonomiyasının bütün səviyyələri ilə, baxın, 6 səviyyəsi var. Xatırlama, anlama, tətbiq etmə, təhlil etmə, dəyərləndirmə və yaratma. Aşağı səviyyəsi xatırlamadır, başlanğıc səviyyəsidir, ən pik nöqtəsi, zirvə səviyyəsi nədir? Yaratmadır. Baxın, xatırlamanı bilməsək biz, nə olduğunu bilməsək, onu izah edə bilmərik. İzah edə bilməsək, tətbiq edə bilmərik. Yəni, praktikaya çevirə bilmərik. Tətbiq edə bilməsək, onu
analiz edə bilmərik. Bütöv bir şeyi hissələrə ayıra bilmərik. Bəs onu biz analiz etməsək, onun hissələrini bilməsək, biz onu dəyərləndirə bilərikmi? Xeyr. Biz seçdiyimiz bir əşyanı, seçdiyimiz bir meyvəni dəyərləndirə bilərikmi? Niyə seçdik? Nəyə görə seçdik? Nə səbəbə seçdik? Onu deyə bilərikmi? Əlbəttə deyə bilmərik. Və biz səbəb-nəticə əlaqəsi qurmadan, niyəsinin cavabını vermədən biz nəyisə yarada bilərikmi? Əlbəttə yarada bilmərik. Ona görə də biz idrak taksonomiyasında bütün pillələrdə yer alan səviyyələri ardıcıl şəkildə biz xatırlamadan sonra tətbiq etməni deyə bilmərik. Tətbiq etmədən sonra yaratmanı deyə bilmərik. Çünki xatırlamadan birbaşa biz tətbiq etməyə keçə bilmərik axı. Biz meyvənin adını deyirik. Sonra həmin meyvəni nə edirik? Praktikaya çeviririk, salat hazırlayırıq. Axı aralıqda nə qaldı? Boşluq qaldı. Anlama. Anlama səviyyəsi qaldı axı. Anlama səviyyəsi olmalıdır. Biz nümunələr əsasında almanın əlamətlərini izah eləməliyik. Ondan sonra almanı tətbiq eləməliyik. Və beləcə də bunlar təhlil etmə, dəyərləndirmə və yaratma mənə elə gəlir ki, yetərincə izah edə bildim. Təkrar eyni şeyləri deyib sizi yormaq istəmirəm. İdrak taksonomiyası sizin qorxduğunuz, çəkindiyiniz, narahat olduğunuz kimi çətin bir şey deyil, qorxmağa dəyməz, sadə bir şeydir. Yəni maraqlı, həqiqətən də maraqlı və sadə bir mövzudur. Bloom taksonomiyası, idrak taksonomiyası da deyilir. Gündəlik həyatımızda, gündəlik fəaliyyətimizdə işləyən, çalışan müəllimələr, siz daha gözəl bilirsiniz. Gündəlik fəaliyyətimizdə, gündəlik işimizdə biz bu səviyyələrin vallahi hamısından istifadə edirik. Sadəcə biz bunu istifadə edirik, amma onun Bloom taksonomiyası, idrak taksonomiyası olduğunu bəlkə də biz bilmirdik. Amma inanın ki, hər gün siz xatırlamadan da, anlamadan da, tətbiq etmədən də, təhlil etmədən də, dəyərləndirmədən də və yaratmadan da istifadə edirsiniz. Gündəlik bizim fəaliyyətimizdə istifadə etdiyimiz bu səviyyələrimiz adlanır Bloom taksonomiyası, yəni idrak taksonomiyası. Bugünlük dərsimiz bu qədər. Diqqətlə izləyərsiniz, qeydlər apararsınız, müəllimələr qeydlər aparmağı mütləqdir. Yəni siz nəyisə dəftərə qeyd edəndə inanın ki, siz onu yaddaşınıza qeyd etmiş olursunuz. Hər müəllimin, hər bir insanın öz öyrənmə tərzləri var. Mənim öyrənmə tərzim məhz yazıb oxumaqdır. Mən kitaba baxım, dərslərə qulaq asım, PDF-lər çıxardım, onlara baxım. Yəni mən onlarla öyrənə bilmirəm. Bu mən. Yəni hər insanda fərqlidir. Mən ancaq nə etməliyəm? Bunu bilirəm mən. Bunu artıq mən bilirəm. Amma mən bunu dəftərdə də qeyd edirəm. Yəni yeni bir şey əlavə olunarsa, yenə onu dəftərdə qeyd edirəm. Çünki mən onu dəftərə yazdıqca artıq öz yaddaşıma yazıram. Sizdə necə öyrənmə tərziniz varsa, artıq onu siz bilirsiniz. Elə bir tərzdə, yəni yazıb oxuma öyrənmə tərzinizdə sınasaz, istifadə eləsəz, mənə elə gəlir ki, uduzmuş olmarsınız, udmuş olarsınız. Bugünlük bu qədər. İdrak taksonomiyamız, Bloom taksonomiyamız bu qədər. Şərhlərinizi rəy bölməsində gözləyirəm. Öz fikirlərinizi, izahını istədiyiniz hər hansı bir mövzunu məhz YouTube kanalında yerləşdirəcəm. YouTube kanalının rəy bölməsində yaza bilərsiniz. Bu qədər. Hər birinizə uğurlar arzulayıram. Videonu bəyənməyi, əgər bəyənirsinizsə təbii ki, bəyənməyi, kanala abunə olmağı və paylaşmağı unutmayın. Hələlik özünüzə yaxşı baxın.